İsrail Müdafiə Qüvvələri ötən gecə İranın paytaxtı Tehran daxilində həyata keçirilən geniş miqyaslı hava zərbələri ilə bağlı təfərrüatları açıqlayıb. Bu obyektlər İranın hərbi sənaye kompleksinin əsas nüvəsi hesab olunur. İsrail ordusunun açıqlamasına görə hədəflərdən biri İsrail dövlətinə qarşı buraxılması nəzərdə tutulan ballistik raketlərin döyüş başlıqlarının tökülməsi və partlayıcı maddə ilə doldurulması üçün istifadə edilən zavod olub. Məqsədin İranın raket imkanlarını uzun müddət ərzində ciddi şəkildə zəiflətmək olduğu bildirilib. Məhv edilən digər hərbi hədəf əsas istehsal sahəsi olan ballistik raket obyektidir. Burada raket gövdələri hazırlanır və partlayıcı döyüş başlıqları ilə təchiz edilirdi. Həmçinin qabaqcıl silahlar üçün hissələrin tədqiqat və inkişaf kompleksi, eləcə də ballistik raket komponentlərinin istehsalı həyata keçirilən sahə də dünən vurulub. Bundan başqa, tank əleyhinə və qısa mənzilli raket mərkəzi də zərbə altına düşüb. Bu mərkəz tank əleyhinə raketlərin və kiçik yer-hava raketlərinin tədqiqi və kütləvi istehsalı ilə məşğul idi. Eyni zamanda İsrail ordusu Tehrandakı atəş sistemlərinə, o cümlədən buraxılış meydançalarına və hava hücumundan müdafiə raket qurğularına hücumlarını davam etdirib. Hava müdafiə mövqeləri də hədəf alınıb. Əməliyyat zamanı İsrail təyyarələrini vurmağa cəhd göstərən zenit raket sistemləri və buraxıcı qurğular aşkar edilərək məhv edilib. Hərbi analitiklər Tehran ətrafındakı bu zərbələri son illərdə İranın hərbi sənayesinə vurulan ən ağır zərbələrdən biri kimi qiymətləndirirlər. Xüsusilə raket mühərrikləri və komponentlərinin istehsalında iştirak edən təxminən 40 obyektə ciddi ziyan dəyməsi İranın bölgədəki müttəfiqlərini, o cümlədən Hezbollah və Houthi silahla təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə azaldır. İsrail rəsmiləri əməliyyatın uğurla başa çatdığını və bütün təyyarələrin itkisiz şəkildə geri qayıtdığını bildiriblər. Bu arada Tehrandakı hərbi obyektlərdə böyük yanğınların davam etdiyi, ərazinin isə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən tam nəzarətə götürüldüyü xəbər verilir. İsrail ordusu əlavə edib ki, son 24 saat ərzində İsrail qüvvələri Livanın cənubunda pusqu qurmağa çalışan onlarla silahını zərərsizləşdirdiklərini açıqlayıblar. Bir halda qumbara atanla silahlanmış bir döyüşçü hücuma hazırlaşarkən aşkar edilərək atəş açmağa imkan tapmadan məhv edilib. Bundan əlavə, İsrail hərbi mövqelərini izləyən Hezbollah ilə əlaqəli bir şəxs saxlanılıb. Şübhəli şəxs nəzarətə götürülərək əlavə dindirmək üçün aidiyyəti orqanlara təhvil verilib.